Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Artıq 200 kiloqramlıq yem qarışdıranımız hazırdır. Allah'ın izni ilə gördüyünüz demək 50 kilo üydülmüş buğda, 50 kilo üydülmüş qarğıdalı və burada da gördüyünüz 100 kilo üydülmüş buğdadır. İnşallah indi biz onları, yani 200 kilodur hamısı birlikdə. Biz bunları Allah'ın izniyle yem qarışdırana töküb qarışdırılmasını sizlərə göstərəcəyik. Demək, əziz izləyicilərimiz, idarə edici qutumuz və idarə edici qutumuza aiddir maqnit birləşdirici ayrıcı, elektrik birləşdirici ayrıcı, demək, istilikdən qoruma cihazı, avtomatımızı işə salaq inşallah. Ampermetrimiz, mühərrikimizə düşən yük, yandırma, söndürmə düyməsi və həyəcan siqnalı. Ya Allah, bismillah. Ya Allah, İlqar qardaşım inşallah çəksin. Biz də Allah'ın izniyle aşağıdan değil de. Arkadan götür, İlqar. Olmasa İlqar. Mənə verir telefonu. Demək, əziz izləyicilərimiz, qarışdırılma prosesi budur. 200 kiloqramlıq, buyurun, buğda ilə qarğıdalının bir-birinə qarışdırılması. İndi Allah'ın izniyle stolu bir tane götürərdiniz zəhmət olmasa, əziz qardaşlar. Demək, mühərrikimizin maksimal gücü 8 amperdir, mühərrikimiz işləyir 6 amperdə. Maşallah olsun. Zəhmət olmasa qapağı da bağlayaq. Yəni, qarışdırılma zamanı, əziz izləyicilərimiz, toz olmasın deyən, buyurun. Bu ise bizim karıştırma zamanımız. Allah'ın böyüklüğüne şükürler olsun. Ne toz var, ne de bir şey. Şükürler olsun Allah'ın böyüklüğüne. Buyurun. Sakit. İşleyir. Ay maşallah. Ay maşallah, buz kimi. Karıştırılma prosesi
hardasa 5-6 dəqiqə maksimum. Maksimum. Zəhmət olmasa indi stolu gətirərdik, bir dənə qarışdırılma prosesinə baxardıq, bir-birinə qarışdırılması necə gedir. Demək, əziz izləyicilər, bu artıq qaldır qadasına. Ay maşallah olsun. Buyurun. Bax, qarışdırılma prosesi hal-hazırda budur. İnşallah indi başlayacağıq boşalma prosesinə. Allah'ın izniyle. Zəhmət olmasa, Vasif, zəhmət olmasa qapağı bağlayardın. Ay maşallah olsun. Yəni əziz izləyicilərimiz, artıq qapağı bağlandıqda qarışdırma zamanı biz toz görmürük. Stolu indi götürək, inşallah keçək boşaltma prosesinə. Arabamızı gətirərdim Vasif. Əziz izləyicilərimiz, bax, demək, buradan açırıq və bunun vasitəsilə boşalma prosesi davam edir. Sipariş belə verilmişdi ki, araba girəcəkdir yem qarışdıranın altına və boşalma onunla həyata keçiriləcək. Əziz izləyicilər, demək, qayışların təhlükəsizliyi nəzərə alınıb, birləşmənin təhlükəsizliyi nəzərə alınıb, tam zavod şəraitində, yəni zavod dedikdə, zavodda da onu insan düzəldir. İnşallah Allah'ın izniyle Vasif kardeşim saxla, mən boşaltmanı həyata keçirim. Əziz izləyicilər, buyurun. Qarğıdalı və buğdanın bir-birinə qarışdırılması. Artıq demək olar ki, məhsulumuz tam qarışmışdır. Zəhmət olmasa indi kisələrimizi başlayaq doldurmağa. Demək, əziz izləyicilərimiz, boşalma prosesini çox çəkmədim ki, yəni videomuz çox yer tutmasın. Buyurun. Boşaldıktan sonra aparatımızın içinde hardasa kalan bak budur. Allah'ın izniyle sizi maraqlandıran suallar olarsa səhifədə telefon nömrəmiz var. Bizimlə əlaqə saxlayın. Bu gördüyünüz, yenə təkrar eləyirəm, yem qarışdıranımız 200 kiloqramlıqdır. Allah işlərinizi avan eləsin, Allah amanında olun. Bəyənən əlləriniz var olsun, şərh yazan əlləriniz var olsun. Çox sağ olun.